Euzu billah mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Len tenalul birra hatta tunfiqu mimma tuhibbuna ve ma tunfiqu min şey'in fe innallaha bihi alimun. Sadakallahul aliyyul azim. Aziz mümin kardeşler, mübarek Cümə günündə təsadüf edir Mah-ı Muharrem ayına. Gecənin bu vaxtında gəlib Allah evində, Əhl-i Beyt qapısında Allah kəlamını eşitmək, Allaha, onun Peyğəmbərinə, Qur'an-ı Kərimə və Əhl-i Beytə qonaq olmaq nə gözəldir. Xoş halınıza ki, siz əzizlər vaxt tapa bilib bu gözəl Allah sevən nurani məclisdə iştirak eləyə bilirsiniz. Allah'a an verək cəlal və izzəti xatirinə etdiyimiz bu ibadət və itaətimizi ali dərəcədə qəbul eyləsin inşallah. Və ilahini an verək cəlal və izzəti xatirinə yeganə yol olan hidayət yolu ki, hər birimiz o yolda çalışırıq. Allah Teala o təqva yolunda bizi yarımçıq qoymasın. Və təqva yolunda Allah bəyənən bəndələrdən ola bilək inşallah. Baxın, sözümün əvvəlində Qur'an-ı Kərimin ayəsi Ali İmran 92. ayə. Allah müteal belə buyurur. Buyurur Allah Teala: "Len tenalul birra hatta tunfiqu mimma tuhibbuna ve ma tunfiqu min şey'in fe innallaha bihi alimun." Gözəl izah eləyir. Muharrem ayı İmam Hüseyin Aleyhisselam'ın fədakarlığından danışırıq, onun rəşadətindən danışırıq. Allah'a bağlı olmaq necə lazımdırsa, Muharrem ayında, Aşurada onu özümüz üçün öyrənmək istəyirik. Qur'an ayəsi, Ali İmran 92. ayə. Nə buyurur Allah Müteal? Qur'anında buyurur, sevdiğiniz şeylərdən, deyir, len tenalu birri hatta yun tunfiqu mimma tuhibbuna. Deyir, sevdiğiniz şeylərdən Allah yolunda xərclənməyincə əsla kamil yaxşılığa nail ola bilməzsiniz. Allah sevdiği bir bəndə olmaq üçün və Allah rızasını qazanan bir bəndə olmaq üçün sevdiğim bir şeylərdən Allah üçün lazım olanda xərcləmək lazımdır. Əsas mətləbi budur. Bu ayənin istəyi budur. Allah Teala Peyğəmbərinə buyurur ki, insan bu dünyada yaşayarkən lazım olarsa Allah üçün xərcləmək ən çox yaxşı sevdiyi işlərin özündən, canından kesməlidir Allah üçün. Rizasını almaq, Allah rizasını almaq üçün. Balalarından kesməlidir Allah rizasını almaq üçün. Əhli əyalından kesməlidir Allah rizasını qazanmaq üçün. Ki iddia edirsən ki, ilahi, mən bağlanmışam sənə. Mən səni xaliq bilirəm. İlahi, sən mənim Rəbbimsən, Allahımsan. Allah müteal buyurur, əmr edir sənə ki, sən o zaman iddiada ola bilərsən ki, sevdiyindən əl çəkəsən mənim üçün. Necə ki, bizim Qarabağ müharibəsində öz canım fəda etdi bizim şəhidlərimiz. Böyük bir şücaət göstərdilər. Can, ən böyük sevdiyi insan, ən çox sevdiyi şey candır. Övladlarıdır. Amma ondan keçdilər. Keçdilər ay qardaşım, keçdilər. Allah Müteal da buyurur ki, rıza qazanmaq istəyirsənsə, o rıza üçün nə etmək lazımdır? Canından sevdiğin şeylərdən keçmək lazımdır. Hz. Peyğəmbər aleyhissalatu vesselam xanım Fatimə-i Zəhra haqqında belə buyurur. Deyir, ya Fatimətu, innallaha yəğzibu li qəzəbik. Deyir, ey mənim qızım Fatimə, Allah Taala sən ki qəzəblənirsən, sənə ki kim qəzəb verirsə, Allah Taala da qəzəblənir o zaman. Və yərza li rizaq, sən ki kimdən razı qalırsansa, Allah da o insanlardan razı qalır.
Deməli, Həzrəti Peyğəmbər əleyhissalatu vesselam bu sözü qızı xanım Fatimə-i Zəhraya deməklə o rıza qapısından biri, onun qollarından birini müsəlmanlara göstərir ki, rıza qapılarından biri deməz xanım Fatimə-i Zəhranın qapısıdır. Niyə? Çünki Həzrəti xanım Fatimə-i Zəhra nə edirdisə Allah'ın buyurduqlarından başka bir şey eləmirdi ve Allah'ın buyurduqlarından başka bir şey demirdi. Her ne edirdisə Allah kəlamlarından istifade edirdi ve hayat tərzini de Kur'an'a uygun keçirdirdi. Ona göre Hazreti Peygamber aleyhisselam buyurur ki, ya Fatimə, kim seni qəzəbləndirərsə Allah'a qəzəbləndirmiş. Kim seni bu dünyada razı salarsa, yani qəlbivə dəyməzsə, yani seni incitməzsə, Allah'ın rızayətini kazanmış insanlardan biridir. Rıza kapılarından birini Müslümanlara gösterir ki bu rıza kapısıdır. İstəyirsinizsə oraya gitmeye gidin. Xanım Fatimə Zəhranın kapısına. Biz hamımız bugün gecenin bu ali vaxtında toplaşmışıq. Allah evine Əhl-i Beyt kapısında ya Xanım Fatimə Zəhra biz de yığışmışıq bu kapıya. Allah Teala bizden razı kalsın. Bugün təsadüf edir o güne ki İmam Hüseyin aleyhissalatu vesselam Küfəyə yaxınlaşır, qabağını tuturlar və ondan sonra Kərbalaya çatan günüdür. Hürrünlə üzbəüz qalan vaxtıdır. Ki Hür imkan vermədi ona və qabağını çəkdi, sədd çəkdi və öz qoşununa dedi ki, İmam Hüseyin aleyhissalam necə ki xeymələri qurub, siz də onunla üzbəüz bərabərdə xeymələrinizi o cür qurun. Bunu edəndən sonra İmam Hüseyin aleyhissalatu vesselam Hürrə belə buyurdu. Dedi, heç bilirsiniz, məni bura gətirən nədir və nə üçün gəlmişəm? Müxalifən li sünnəti Resulillah. Peyğəmbərin deyir sünnəsinə, buyurduqlarına deyir, qadağa qoydu. Müxalif çıxdılar deyir. Və ya'məl fi ibadillah bil ismi vəl udvan. Və Allah bəndələrinə öz istədiklərini, Allah kəlamların deyil, öz istədiklərini başladılar hüküm etməyə və adi insanlarla, müminlərlə, müsəlmanlarla üdvən, düşman kimi başladılar rəftar etməyə. Bunu deyir. Fələm yuxayyir aleyhi bil feylin və qavl. Əgər ona buyurur, əgər ona əməldə və yaxud sözlə etiraz eləməzsə, kim ki deyir bunu görəndən sonra, bu hadisəni görəndən sonra, istər dil ilə olsun və yaxud da ki qovla, hərəkətlə olsun, buna deyir, qarşı çıxmazsa deyir, kana ələllahi haqqan. Onda deyir, Allah Subhanahu ve Taala'nın boynunda bir hak vardır ki o insanlara ceza versin. Haktır ki ceza versin. Hak koydu. Allah'ın hakkı var deyir. Mənim boynumda. Mənim boynumda hak olduğu için mən gəlmişəm. Çünkü Müslümanlara zulüm olunur. Səbəb odur. Mən onun için gəlmişəm. Başka mənim burada bir işim yoktur. Hamı da bilirdi. Bizim Müslümanlar da bilirdi ki İmam Hüseyin aleyhissalatu vesselamın orada bir isteği ve amalı yok idi. İsteği ve amalı olmadığı için mən Allah rızası üçün gəlmişəm. O qapını açam və siz insanlar biləsiniz ki, məqsəd nədir, amal nədir, Allahın isteği nədir və həqiqət hardadır. Onun üçün gəlmişəm. Biz də yığışmışıq. İlahi ya Rabbim Allah, bu günlər ki yığışırıq Allah beytinə, İlahi sənin evindir. Bu evde hərəmizin bir hacət, bir istəyimiz var. Ama ümdə hacətimiz bu Məhərrəm ayında iştirak edib, hayatımızda bilmədiyimizi, o bizə öyrənmədiyimizi İmam Hüseyin məktəbindən öyrənək, hayatımız üçün gözəl bir gün, gözəl bir hayat, o bəxş olunan rıza sifətini ala bilək, ya Rabbim Allah, ki sən bizdən razı qalasan. Hoş o insanın halına ki Allah o insandan, o bəndəsindən razı qala. İlahi, biz də o cür insanlardan qərar ver yine. Müminin surəsinin 1. ayəsindən Allah Müteal belə buyurur, deyir, qad əfləha müminun. Həqiqətən də müminlər nicat tapmışlar. Hansı mümin? O mümin ki doğrudan da Allah buyurduqlarına itaətdədir. Onun buyruqlarından digər bir yerə çıxmır. Qad əfləhəl müminun.
Deyir, ya Peygamber, müminler həqiqətən də, həqiqi müminlər nicat tapmışlar. İlahi, bizi də o müminlərdən qərar ver. Nə gözəl duadır. Deyir, ya Peygamber, qad əfləhəl müminun. Deyir, xoş o insanın halına ki, müminlər deyir, nicat tapmışlardır, həqiqi müminlər. İlahi, ya Rəbbim Allah, doğrudan da bu gözəl gündə, bu əzəmətli, bu əzalı gündə, gecənin bu aləmində yığışmışıq sənin qapıva nicat tapmaq üçün. İlahi, o nicat yolu müminlər üçün, həqiqi müminlər üçün necə qərar vermişsənsə, bizim qəlbimizin də paklaşması və sənin rizavı almaq üçün gəlmişik bu qapıya. İlahi, bizi bizdən ayırma yine, ya Rabbim Allah. İlahi, bizi özündən ayırma, ya Rabbim Allah. İlahi, sənin sadiq bəndə olmaq qabiliyyətini hər birimizə bəxş qərar ver yine. Sonra buyurur, "Ellezînehum fî salâtihim xâşi'ûn." O kəslər ki, onlar namazlarında hər şeyi unudaraq ruhen sənə bağlanırlar. Ruhen sənin yolunda olurlar. Yalnız ibadəti sən Allaha müt'i olaraq ibadət edirlər. Ellezînehum fî salâtihim xâşi'ûn. Deyir, mümin, əsl müminlər bunlardır deyir. Vellezînehum anil lagvi mu'ridun. O kəslər ki, pis, çirkin işlərdən üz döndəriblər. Deməli, mümin olan insan pis və çirkin işlərdən nə olmalıdır? Uzaq olmalıdır. Deyir, qad əfləhəl müminun. O mümin, həqiqi mümin odur ki, namazında hər bir şeydən uzaq olar bu dünya gözəlliklərindən. Uzaq olar namaz. İbadəti sırf Allah üçün, xalis ibadət etməlidir. O zaman olur mümin, gözəl mümin, Allah bəyənən mümin və bütün çirkinliklərdən nə olmalıdır? Uzaq olmalıdır. Vellezînehum lizekâti failun. Və həyatda yaşayarkən boynuna gələn zəkatı verməlidir. Vellezînehum lifurucihim hafizun. Əsl mümin o insandır ki, abrını gözləyə, abrın gözləyə, özünü hifz eləyə. Hifz eləyə özünə, günaha getməyə. Mümin odur. İlla ala azvacihim ev ma mələkat eymanukum fe innehum gayri melumin. İllahdır orada abrın, yəni öz namusun o zaman deyir. Yəni vellezînehum lifurucihim hafizun. İnsan ister kadın olsun, ister kişi olsun, dir hayasın ne mənada? Yəni zinaya getməyə. Bu birdir, amma illa der şərt qoyur. Ala azvacihim ev ma mələkat eymanukum fe innehum gayri melumin. Dir illa şərt qoyur Allah öz zövcələrimizlə və onların cariyələri əgər vardırsa, onlar istisna olmaqlandır. Bunlara olar. Amma digərlərindən özlərini qorumalıdırlar. Yenə Müminin surəsində vellezînehum li emanatihim və əhdihim ra'un. Nə gözəldir. O kəslər ki, onlar o möminlər ki, əmanətləri və əhdlərinə deyir, qoruyub saxlayanlardır deyir. Ra'un li əhdihim. Əmanətə də, yəni bu dünyada kimsə kiməsə əmanət verirsə, deyir, əmanətdar ol. Və yaxud ki, əhd və bağlamısan Allahla, o əhdi və sadiq ol. Əsl mümin sifəti məhz o insanlardır. Vəllezînehum alə salavatihim yuhafizun. O kəslər ki, öz namazlarını tam, kamil bir şəkildə baxımdan qoruyarlar. Məhz müminlər o insanlardır. Ulaikə humul varisun. Əsl varislər bilin. Peyğəmbərə buyurur Qur'an-ı Kərimdə. Ulaikə humul varisun. Əsl varislər onlardır. Acəl gözəl insanlar onlardır. Ellezîne yurisunel firdevse hum fiha halidun. Nəyin varisləri? Firdevse, cənnətin varisləri o insanlardır. Saydığı 10 dənə. Bu 10 dənədədir. Əsl varislər məhz o insanlardır. Məhz onlardır nicat tapanlar. Məhz onlardır xeyir görənlər. Yəni xeyir görmək lazımdır. Nə xeyir? Allah'ın bize istediği xeyir. O xeyir ki Allah'tan gələrsə xoş insanın halına. Yox, əgər o xeyir ki qeyri bir yerdən gələrsə, vay nəfsa. Bakın İmam Hüseyin aleyhisselam ki hürlə bir yerdə qalandan sonra deyirsiniz ki, iddia edirsiniz ki müsəlmansız və Allah'ın sevdiği bəndələrsiz, indi zahir olur ki mümin kimdir, əsl mümin kimdir və yaxud da ki mümin qiyafəsinə girən kimdir. Sizin kimi olan müminlərin
Allah Teala Kur'an-ı Kerim'de beyan edip sizin hakkınızda. Əraf surəsinin 179. ayəsindedir. وَلَقَدْ زَرَعَنَا لِجَهَنَّمَ كَسِيرًا مِنَ الْجِنِّ وَالْاِنْسِ. İmam Hüseyin Aleyhisselam Kərbəlada o ki qoşunla üzbəyüz qaldı, dedi ki, əsil mümin simasını bilmək istəyirsinizsə, əgər müminsizsə, mən tərəfdə olmalısınız. Mən ki, izah etdim ki, nə üçün bura gəlmişəm? Ki, müminin haqqı tapdalanır, müminə zülm olunur, İslam aradan gedir. Əsil İslam ki var, onu Peyğəmbər gətirib, Allah əmri ilə o tamamən qıraqda qalıb. İslam libasında olan insanlar İslam adına tamam ziyan gətirən bir şeylər gətirirlər. Və əgər siz iddialısınız ki, müminsiz və həqiqət sizdədir, siz çox müminlikdən uzaqsınız. Və sizin kimi müminlərin cavabı Kur'an-ı Kerim'in 179. ayəsindədir. Dedilər, nədir orada? Dedi, qulaq asın. وَلَقَدْ زَرَعَنَا لِجَهَنَّمَ كَسِيرًا مِنَ الْجِنِّ وَالْاِنْسِ. Allah Müteal buyurur ki, doğrudan da biz cin ve insanlardan çoxunu deyir, sanki cəhənnəm üçün yaratmışıq. Diqqət yetirin. وَلَقَدْ زَرَعْنَا لِجَهَنَّمَ كَسِيرًا مِنَ الْجِنِّ وَالْاِنْسِ. Doğrudan da deyir, insanlardan çoxunu, insan ve cinlerden çoxunu deyir, ne için yaratmışıq? Cəhənnəm üçün yaratmışıq. Ne zaman? Cəhənnəm üçündür. O zaman ki, hak olan İmam Hüseyin'le, hak olan Natiqi Kur'an'la üzbeüz kaldılar. Ve iddiada oldular ki, biz Müslümanıq. Biz həqiqi Müslümanıq. Dedi, yok. Sizin kimi Müslümanların, sizin kimi insanların deyir, cavabı var. Dediler, hansı? Dedi ki, bəs Əraf 179. Allah Teala buyurur ki, ya Peyğəmbər, mən insanlardan ve cinlerden çok bir hisse yaratmışam ki, nedir? Onlar cəhənnəm əhlidirlər. Davam edir sonra. Ona diqqət yetirin, deyir, ləhum qulubun la yəfqahunə biha. Deyir, çünki onların deyir, qəlbləri vardır. Onlar ister insan olsun, ister cin olsun. Onların deyir, ləhum qulubun la yəfqahunə biha. Onların deyir, qəlbləri vardır, amma həqiqətləri dərk etmirlər. Onlar deyir, qəlbləri var, amma həqiqəti dərk etməzlər. Və ləhum ə'yunun la yubsiruna biha. Onlara da göz vermişəm sizin kimi. Allah həqiqəti o gözlərlə görməzlər deyir. Və ləhum əzanun la yesma'una biha. Onların deyir, qulaqları var, amma onların qulaqları haqqı heç zaman eşitməzlər. Ulaikə kəl-ən'am bəlhum əzəllu. Deyir, ya Peyğəmbər, o insanlara deginən ki, onlar ulaikə, həmən o cür olan insanlar, kəl-ən'am, üzr istəyəm, heyvan kimidirlər, heyvan sürüsü kimidirlər, o insanlar və o cinlər, bəlhum əzəl, bəlkə də ondan da daha aşağı. Dedi, siz o cür insanlarsınız. İmam Hüseyin Aleyhisselam dedi, ulaikə humul gafilun, və onlar həmin qafillərdir. Siz qafillərsiniz. Həqiqət başqa yerdə qalıb, amma siz başqasının yanındasınız. Ey müsəlmanlar, həqiqətin yanında olun. Allah bəyənən bir tərəfdə olun. Bizim üzərimizə də borc düşür ki, biz həqiqətin yanında olaq. Nə qədər çətin də olsa bir imtihandır. O imtihanı İmam Hüseyin Aleyhisselam canı ilə, balaları ilə, qardaşları ilə, əhli əyalı ilə, körpü əl-yəsqəri ilə verdi. İmtihan, ilahi deyir, sənin rizan budursa mən hazıram. Çünki onların qəlbləri mütməin, itminan tapmış qəlbləri idi. Xəbis qəlb deyildi, nəfsi əmmara deyildi. Onlar qalib gəlmişdilər. Nəfsi mütməin nə idi? Yəni itminan tapmışdılar. İman gətirmişdilər. Bütün vücudu ilə, bütün qəlbi ilə, bütün hərəkətləri ilə ki, ilahi, mən sənə bağlıyam, təsliməm sənə. Mənim bu təslimiyyətimi məndən qəbul etkinən. Yəni İmam Hüseyin Aleyhisselamın bu hərəkatı bütün aləmə bəyan oldu ki, necədir? Xanım Zeynəb, o müsibətlər anası, xüsusilə də Aşuradan sonra Küfədə Ubeydullah İbn Ziyadla bir görüşü oldu. Ubeydullah İbn Ziyad öz sarayında qələbə çaldığı üçün çox fərəhlənirdi və hətta Yezid lənətullaha məktub yazdı ki, ya əmir, mən sənin əmirlərini yerinə yetirdim,
Peygamber balasın kızılcdan keçirtdim. Ona doymadım, başın kestim. Əmrivə əsasən. Onu nizəyə taxmışam, gətirmişəm. Küfə sarayındadır. Hazırdır, əmrin nədir? Çox sevinirdim. Və ətrafındakı olan insanlarla toplaşmışdı. İstər müsəlman olsun və kitab əhlindən də çox vardı onlar. Çünki onların istər Muaviyyənin, istər Yezid Lənətullahın və istərsə də Ubeydullah İbn Ziyadın bunların məsləhətçiləri, onu yaddan çıxartmayın. Əksəriyyəti kitab əhlindən olublar. Müsəlmanlar olmayıblar. Çox, yəni bu cür çirkinliklərə getmək üçün onlar məsləhət kitab əhlindən alıblar. Bu dedik ki, kənizlərin arasında o xanım ki, əyləşib belə qürurla, kimdir o? Dedilər ki, bəs o Əlinin qızı Zeynəbdir. O Fatimənin yadigarı Zeynəbdir. Dedi, necə olur belə qardaşlarım verib, övladlarım verib, necə olur belə qürurla əyləşir mənim sarayımda, halbuki mən qələbə çalmışam. Ubeydullah İbn Ziyad bu sözləri deməklə xanımı söndürmək istəyirdi, sındırmaq istəyirdi o məclisdə. Çünki toplamışdı bütün əyanların, əşrəflərin, o imkanlıların, onun tərəfində olanları, o kitab əhlindən, məsləhətçilərin yığmışdı başına. İstəyirdi ki, bəs, amma xanım Zeynəb təmkinlə, Qur'an ayəsi ilə cavab verdi Ubeydullah İbn Ziyada. Dedi, siz bilirsiniz hansı misaldasınız? Dedi, hansı misalda? Dedi, Ali İmran surəsinin 178-ci ayə sizin kimi insanlara şamildir. Sən və sənin tərəfdarları var və sənin əmirivə aiddir. Dedi, o hansıdır? Onda xanım Zeynəb bu ayəni oxudu. Və la yəhsəbənnəl-ləzīnə kəfəru ennəmā numli ləhum xayrun li-ənfusihim. Deyir, küfür edənlər onlara verdiyimiz mühləti heç də özləri üçün xeyirli sanmasınlar. Sən küfür etmirsən Ubeydullah İbn Ziyad rəhbərinlə bərabər, ətrafınla bərabər. Allah müteal buyurur ki, o küfür ki, tuğyan edən insanlar ki var, bu dünyada mənəmlik eləyirlər, kaşkaşan ki, hər şey mənimdir və onların gözləri tutulub, haqqı görmək istəmirlər, halbuki bilirlər haqq hardadır. Dirsən ki, mənəmlik eləyirsən, ətrafınla bir yerdə, əmirinlə bir yerdə, bu ayə sənə aiddir. Allah müteal bu ayədə buyurur ki, o insanlar ki, elə bilirlər, onlara bir ömür verilib ki, imkan var ki, bir neçə gün yaşayarlar bu dünyada və bu uzun bir müddətdə yaşadıkları üçün onlar ondan yaxşı istifadə eləyərlər. Onların xeyrinədir, xeyr, əsla. Nə qədər ömürləri çoxdursa, bir o qədər də onların nəyinədir? Ziyanınadır. Ayənin davamı var. İnnəmən numlilləhum liyezdadul ismə. Biz onlara verdiyimiz mühlət ancaq günahlarına daha da artırmaları üçündür. Ona göre o imkanı onlara vermişik. Ve lehum azabun muhin. Ayenin ahırıdır. Ve lehum azabun muhin. Onlar onlara zelil edici bir azap verilecektir. Allah Teala buyurur. Hanım Zeynep bu sözü Ubeydullah İbn Ziyad'a diyenden sonra Ubeydullah İbn Ziyad dili kesildi. Danışa bilmedi. Çaşbaş qaldı, nə desin? Dedi, yox, mənə əmr olunub, belə, bu cür, hətta Qur'andan xəbəri olmadığı üçün Ubeydullah İbn Ziyad, o ki, kitab əhli məsləhətçilər vardı ətrafında, xəbərdar oldular ki, Ubeydullah İbn Ziyad heç Qur'andan xəbəri yoxdur və Qur'anı bilmir, bu cür insandır. Bu cür insanlar hakim olublar. İslam üçün, İslam adına danışıblar. Allah Teala o cür insanların şər və xətasından hər birimizi hifz eyləsin inşallah. Naziyyət surəsinin 37, 38, 39-cu ayəsində xəbis nəfs necə olur? Allah Teala onu bəyan edir Peyğəmbərinə Qur'an-ı Kərimdə. Fəəmmə mən təqa deyir, amma kim dünyada deyir, tuğyan etmişsə, bu xəbis nəfsə aiddir. O xəbis nəfs tuğyan etmiş olur. Onun bu dünyaya bağlı olur, gözləri kör olur, haqqı görmək istəmir, Allah kəlamlarını eşitmək istəmir.
ve her zaman da Allah kelamlarını eşidəndə qəlbi daralır. Peygamberden, Əhl-i Beytdən danışanda onlar halı değişir onlara. Onlara hak deyəndə onların hoşuna gelmir. Deyir, فَأَمَّا مَنْ تَغَى O insanlar ki deyir, bu dünyada tuğyan etmişsə وَأَسَرَ الْحَيَاتَ dünya ve dünya hayatına ahiretten üstün tutmuşlar. وَأَسَرَ الْحَيَاتَ dünya Bu dünya hayatı o kadar onlara təsir edib onların hayatına. Onlar deyir, bu dünya hayatından başka bir şey görmürlər ve təsir edir. Ahireti bundan daha alçak bilirlər, daha yok bilirlər. Hesap etmirlər bunlar. Sonra burada فَاِنَّ الْجَحِيمَ هِيَ الْمَعْوَى Bu cür insanlar, habis nefsli olan insanlara deyir, bu cür insanlar deyir فَاِنَّ الْجَحِيمَ هِيَ الْمَعْوَى Şüphesiz onun yeri, o cür olan insanların yeri cehim, cehennemdir. Mekanları deyir, cehennemdir. Ama o ki mütbein kalp, İmam Hüseyin kimi, Hanım Fatıma Zəhra kimi İmam Hüseynin etrafında olan o insanlar ki onların kalbi itminan tapmıştır. Allah rızası ile, Allah eşki ile dolu idi. Bu ayeler Naziat suresinin 40-41. ayeleri buyurur Naziat 40'da. وَاَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَحَنْ نَفْسَ عَنِ الْحَوَى Deyir, ama kim o öz Rabbinin deyir məqamından, məqamə Rabbihi, Rabbinin məqamından, onun huzurunda durmaktan deyir, korkur. Kimler ki deyir, Rabbinin o ki deyir ki kıyamet günü var, Rabbinin huzurunda dayanmak var. Deyir, kimler ki məqamə Rabbihi, Rabbin, Halik'in bilir, ya bilir ki kıyamet günü olacak ve o kıyamet gününde ben onun huzurunda cevap vermek için dayanacağım deyir, xaf deyir, o gündəndir. Korkur deyir ve nehan nefse anil hava ve havayı nefsini özünden uzak eləyir. Allah rızasını kazanmak için fe innel cennete hiyel ma'va. Məhz o cür şəxslərin yeridir cennet. Məhz o cür insanların yeridir cennet. İmam Hüseyin aleyhisselamın Kərbəlaya girişi ve Hürrün qoşunuyla danışması ve Hanım Fatıma Zehra'dan danıştık. Bunlar nurdular. Bunlar bir güzelliktir ki Allah Teala bize bəxş edib onlardan istifade eləyək. Ve her ne kadar ki biz bacardık ve her ne kadar bacara bilərik bundan sonra, ne kadar bunlardan çok öğrenebilsek ve hayatımızda onu yaşayabilsek, yaşadabilsek, ömrümüzün ahirine kadar elbette ki Allah'ın o hoş olan bəndələrindən ola bilərik. İndi bakın Peygamberin yadigarı Hazreti Hanım Fatıma Zəhra gözleri yaş axır bu günleri. Bu gece qəmgin olan gecələridir. Bu gece hüzün içinde olan gecələridir. Dert gubarla içi dolu olan bir gecedir. Çünkü necə olabilir ki Müslüman bu cür, Müslüman adını daşıyan bu cür qəddar olabilir, zalim olabilir. Yani insanlar var, qəlbləri mühürlənir ve onlar baxmayaraq ki adı Müslümandır, baxmayaraq ki namaz qılır, baxmayaraq ki ibadette var idiler, ama var olduğu qədərində ibadetten uzak olan insanlardır. Zahiri bir ibadet var. Allah Teala her birimizi o daxili güzelliğe, ahlaki güzelliğe, o mütməin qalb olmasına bizim her birimize kısmet karar versin inşallah. Ve Allah Teala bizi an verək celalı, izzeti, əzəməti xatirinə bu dünyadan köçəndə xəcalətli köçürtməsin. Gəlin indi əllərimizi qaldıraq Allah'ın huzuruna bu cür dua edək. İlahi, Pərverdigar-ı aləm, hərəmiz bir cür gəlmişik sənin qapıva, amma gəlmişik. İlahi, hərəmizin ürəyində bir cür hacət və istəyimiz var, niskilimiz var, şikayətimiz var. İlahi, biz sənin huzurunda xəcalətliyik. İlahi, bu dünyada xəcalət çəkirik, amma bizi qiyamət günündə xəcalətli eləmə. İlahi, günah etmişik, xəta etmişik, səhv buraxmışıq. İnsan varsa xəta da var. İlahi, bir daha xəta və günah etməməkdə hər birimizə kömək ol günah. İlahi, amin deyən dilləri məhşərdə lal etmə. İlahi, sənə an verəm cəlal və izzətin xatirinə gələn günlərimizi keçən günlərimizdən daha xeyirli qərar ver günə. İlahi, gələn günlərimizdə hansı çətinliklər, imtihanlar varsa, ya Rəbbim, onları sən istədiyin bir şəkildə keçirtməyi və sənin rizan onda olmasını bizlərə
qismət qərar ver ki. İlahi övladlarımızı sənin yolunda olan insanlardan qərar ver ki. İlahi şeytanı imkan vermə, nə bizim, nə övladlarımızın qəlbinə girə bilsinlər. İlahi ya Rabbim Allah, dünyada müxtəlif cür fəsadlar baş alıb gedir. Bizim Azərbaycanımıza da gəlib çatır. İlahi övladlarımızı və bizləri o cür fəsadların içinə salmamaqda bizlərə və övladlarımıza kömək ol ki. İlahi sənə an verəm cəlal və izzətin xatirinə bizləri imanlı qərar ver ki. İlahi ibadətimiz qəbul olmuşlardan qərar ver ki. İlahi itaətimizi qəbul olmuşlardan qərar ver ki. İlahi ya Rabbim Allah, xəstələrim var xəstəxanalarda, evlərdə, qürbətdə. İlahi sən heç yoxdan onlara şifa ver ki. İlahi iltimas eləyənlər var ya Rabbim Allah. İltimas istəyirlər bizim bacılarımız, analarımız. İlahi onların iltimasını onlardan və bizlərdən qəbul eylə ki. İlahi evlənmək istəyən qardaş babacılarımız var. Onlara halal südəlmiş bir yol, halal südəlmiş bir insanlar qismət qərar ver ki. İlahi evləri olmayan insanlarımız var. Onlar özlərində, ailələrində çətinlik çəkirlər. İlahi onları tezliklə o çətinliklərdən xilas qərar ver ki. İlahi ruzisi zəif olan insanlarımız var. Onlar möhtacdırlar. İlahi bu dünyada onlara pis insanlara möhtac qərar vermə. Onların ruzilərin bol qərarı ver ki. İlahi bu cəmi müsəlmanları, dünya müsəlmanlarını, xüsusilə də burada əyləşənləri biri-birinə mehriban qərar ver ki. İlahi yuxarıda bizim ana bacılarımız, qız gəlinlərimiz, xanımlarımız gəliblər. Ya Rabbim Allah, onlar da duadadırlar. İlahi, onlar da xanım Fatimə Zəhranın balasının məclisində iştirak edirlər. Onların qəlbindən nə keçirsə, İlahi şəri niyyətləri var. Onları xeyrə cala ki. Və onların dualarını onlardan qəbul eylə ki. İlahi burada ağsaqqallarımız var. İlahi həm yaşadlarımız var. Xüsusilə də bizim cavanlarımız var. Gələcək bizim cavanlarımızlandır. Azərbaycanın gələcəyi bizim cavanlarlandır. İlahi bizim cavanların həqiqi yolda olmağına onlara qismət qərar ver ki. Onları şər və xətadan uzaq qərar ver ki. İlahi bizləri sahibə zaman əleyhissalamın əskərlərindən qərar ver ki. Onun zuhurun təzil qərar ver ki. İlahi bu dünyada bizi pis insanlara möhtac qərar vermə. İlahi sənə an verəm cəlal və izzətin xatirinə Azərbaycanın müstəqilliyi əbədi olsun. İlahi torpaqlarımız üçün can verən bizim həm vətənlərimiz olub. İlahi onları qəni-qəni rəhmət qərar ver ki. Qəbirlərin nurla doldur ki. Ailələrinə səbir ver ki. İlahi bizim yaralı qazilərimiz var. Heç yoxdan onlara şifa ver ki. Onların ruzilərin bol qərar ver ki. Onlara digərlərinə möhtac qərar vermə ki. İlahi ya Rabbim Allah, nə ki dua edirik onları bizdən eşit və qəbul eyle ya Rabbim. İlahi biz günahkar bəndələrik. İlahi bir daha günah etməməkdə və ona yol açmamaqda ya Rabbim sən özün bizlərə kömək ol ki. İlahi hər kəs ki Azərbaycanı sevərsə, fərq etməz harda yaşamağından, onun ərazi bütövlüyünü sevərsə və yaxud da ki orada Azərbaycanda yaşayan bu xalqlar, müsəlman camiyyəsi onların gün və güzəranın yaxşı olmağını istəyərsə, rifah içində yaşamağını istəyərsə, İlahi o cür insanlara sən özündə kömək ol. İlahi hər kəsi ki bizim üçün fərq etməz, istər Azərbaycanın daxilində olsun, istər xaricdə olsun. İlahi əgər onlara insan demək olursa, onlar Azərbaycanın müstəqilliyini istəməzlərsə, ərazi bütövlüyünü xoşlamazlarsa, İlahi müsəlman camiyyəsinin rifah içində yaşamağını istəməzlərsə, o cür insanların şər və xətasını üzərimizdən götür ki. İlahi o bir böyük bir bəladır, onları həmişə məğlub qərar ver ki. İlahi sən bizim ordumuzu qoru ki. İlahi xüsusilə də səngərdə olan əskər və zabitlərimizi qoru ki. İlahi onlar sağ salamat öz xidmətlərin yerini yetirib öz evlərinə qayıda bilsinlər ya Rabbim Allah. İlahi bir daha müharibə odu ilə Azərbaycan xalqını imtihana çəkmə ki. Hər kəsi ki Azərbaycan üçün çalışır ki o cür insanlar var, vəzifəsindən asılı olmayaraq İlahi o cür şəxslərə, o cür insanlara həmişə kömək ol ki. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək. Qəmxar və may Kərbəlam, bimar və may Kərbəla, qəmxar və ay Kərbəla,
gecə sübhə kimi zəvvarım ay Kərbəla. Ay Kərbəla, ay Kərbəla. Hər bir gecə sübhə kimi zəvvarım ay Kərbəla. Ay Kərbəla, ay Kərbəla. Ay Kərbəla, ay Kərbəla. Ay Kərbəla, ay Kərbəla. Ay Kərbəla, ay Kərbəla. Səndə Hüseyn qanə batır, haqqı deyib haqqa çatıb. Səndə Hüseyn qanə batıb, haqqı deyib haqqa çatıb. Əskər qucağında yatıb, bimar və ay Kərbəla. Bimar və ay Kərbəla. Əskər qucağında yatıb, bimar və ay Kərbəla. Sən də de, ay Kərbəla, ay Kərbəla. Ay Kərbəla. Ay Kərbəla, ay Kərbəla. Ay Kərbəla, ay Kərbəla. Bir də Ay Kərbəla, ay Səsivə Kərbəla. qurban. Ay Kərbəla. Aman aman aman. Ay Kərbəla. Səsivi Kərbəlaya çatdır. Kərbəla, ay Kərbəla. Bir də oxuyuram. Qəmxarvəm, ay Kərbəla. Qəmxarvəm, ay Kərbəla. Bimarvəm, ay Kərbəla. Hər bir gecə sübhə kimi zəvvarvəm, ay Kərbəla. Zəvvarvəm, ay Kərbəla. Hər bir gecə sübhə kimi zəvvarvəm, ay Kərbəla. Ay Kərbəla, ay Kərbəla. Ay Kərbəla. Ay Kərbəla. Ay Kərbəla. Ay Kərbəla. Ay Kərbəla. Uza uza. Ay Kərbəla. Ay Kərbəla. Səndə Hüseyn qanə batıb, səndə Hüseyn qanı batıb, haqqı deyib haqqa çatıb, haqqı deyib haqqa çatıb. Əskər qucağında yatıb, əskər qucağında yatıb, bimar və ay Kərbəla. Bimar və ay Kərbəla. Bimar və ay Kərbəla. Ay Kərbəla, ay Kərbəla. Səsivə qurban. Ay Kərbəla, ay Kərbəla. Ay Kərbəla. Ay Nami Hüseyin zikrim benim,
Gavri Hüseyin fikrim benim, Nami Hüseyin zikrim benim. Gavri Hüseyin fikrim benim, Allah'a var şükrüm benim. Allah'a var şükrüm benim. Bimar ve may Kerbela, bimar ve may Kerbela. Allah'a var şükrüm benim. Bimar ve may Kerbela. Ay Kerbela, 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 ay Kerbela. Olmağa amacı bela, gelirəm Kerbela. Olmağa amacı bela, gelirəm Kerbela. Hakin edəm lalu təla, gelirəm Kerbela. Hakin edəm lalu təla, gelirəm Kerbela. Kerbela, 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 Kerbela. Gelirəm Kerbela, bir de Kerbela. Kerbela, 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 Kerbela. Olmağa amacı bela, gelirəm Kerbela. Olmağa amacı bela, gelirəm Kerbela. Hakin edəm lalu təla, gelirəm Kerbela. Hakin edəm lalu təla, gelirəm Kerbela. Kerbela, 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 Kerbela. Bir de Kerbela. Ses ver kurban. Kerbela, Kerbela, Kəbəni heyrətdə qoyub, həsənatun sənin. Kəbəni heyrətdə qoyub, həsənatun sənin. Badeyi Sina deməyə, Ərəfatun sənin. Badeyi Sina deməyə, Ərəfatun sənin. Zəmzəmi xəcalət edib, bu fəratun sənin. Səndə edəm səy o səfa, gəlirəm Kərbela. Səndə edəm səy o səfa, gəlirəm Kərbela. Kərbela, 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 Kərbela. Bir də Kərbela. Kerbela, Kerbela, Kəbəni heyrətə qoyub, həsənatun sənin. Zadeyi Sina duruna gəldi, Ərəfatun sənin. Zəmzəmi şərməndə edəri, bu fəratun sənin. Səndə edəm səyi səfalı, gəlirəm Kərbəla. Səndə edəm səyi səfa, gəlirəm Kərbəla. Kərbəla, 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 Kərbəla. Ey türbəti xaki şəfam, ay Kərbəla, ay Kərbəla. Ey türbətim xaki şəfam, ay Kərbəla, ay Kərbəla. Şəhri vəfa köyi şəfam, ay Kərbəla, ay Kərbəla. Eşqinə ay Kərbəla, bəhbə. Ay Kərbəla, ay Kərbəla, ay Kərbəla. Maşallah. Ay Kərbəla, ay
Kerbela, ay Kerbela, ey Qibleyim huri eden, var sende bir başsız beden, çoktur megamın Kəbədən. Ay Kerbela, ay Kerbela, ay Kerbela. Ay Kerbela, ses ver kurban. Ay Kerbela, ay Kerbela, ay Kerbela. Sende güzel günler yatım, bir yerde üç dilber yatıp. Kim yatıp? Ekber yatıp, Esger yatıp. Ay Kerbela, ay Kerbela, ay Kerbela, beh beh. Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela. Senden gelir Leyla sesi, bir kesri babın nalesi, soldu susuz dan lalesi. Ay Kerbela, ay Kerbela, senden gelir Leyla sesim, bir kesri babın nalesi, soldu susuz dan lalesim. Ay Kerbela, ay Kerbela, ay Kerbela, beh beh. Ay Kerbela, ay Kerbela, ay Kerbela. Kerbela, senden gelir Leyla sesim, bir kesri babın nalesim, soldu susuzdan lalesi. Ay Kerbela, 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 Kerbela, ay Kerbela. Elif kalkı, sende güzel günler yatım, bir yerde üç dilber yatım, Ekber yatım, Esger yatım. Ay Kerbela, 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 ay Kerbela. Ruzi mahşer lal olmaz Hüseyin diyen diller, ağlamaz bu ağlayan gözler, ellerden tutar eli Ekber. Allahu Ekber en basağamam, geyrende solende nezir yok. Canım kurban olsun ebel fezen, çünkü şahsiyende nezir yok. Sallallahu aleyke ya Hüseyin, hami sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin. Ahem, sallallahu aleyke ya Hüseyin. Şükrü ve kurban. Sallallahu aleyke ya Hüseyin. Ay maşallah. Sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin. Başla her yer
Şuri Beynül Haremeyn ölmez, yani Nehzeti Hüseyin ölmez, Perçem Davri Kibleteyn ölmez. Elhamdülillah nöker olmuşam, ben de Hüseyin'i Heydər olmuşam. Öz adımdan evvel Hüseyin demişem, eşkimin adın ezber olmuşam. Sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin. Eşkinen sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin. Kerbela'ya noker var istedi Mevla'ya, andolsun Hazreti Zehra'ya, vermem bir tükünü dünyaya. Allahu Ekber Heydər bakışam, keçdi canından ta hak danışam. Merhaba perçem tutan o ellerem, Allah Heydər yaradıbdı Heydər'e. Sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin. Ay maşallah. Sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin. Bir de sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin, sallallahu aleyke ya Hüseyin. Hamımızın əzbər bildiyi mərsiyyədir. Harda da əyləşmisən, harda dayanmısan, səs verginəm, bahəm deyək. Mənəm Kərbəla, ələmdar-ı Hüseyin. Mənəm Kərbəla, ələmdar-ı Hüseyin. Mənəm Kərbəla, eşq və qurban. Mənəm Kərbəla, bahəm deyək. Mənəm Kərbəla, mənəm Kərbəla, mənəm Abbas Əli İbni Əbi Talib Səfdər, mənəm Mahi Münəvvər, mənəm Şiiri Dilavər, mənəm Saqi-i Sağəyər, mənəm Yektəni Leşkəyər. Denən Kufədə Heydər yolunu gözləməsinlər. Bugün Kərbəlada mənəm Heydər digər, mənəm Fatih-i Xeybər, mənəm Fatih-i Xeybər. Mənəm Kərbəla, ələmdar-ı Hüseyin. Mənəm Kərbəla, ələmdar-ı Hüseyin. Mənəm Kərbəla, eşq və qurban. Mənəm Kərbəla, mən əvvəl fəzlə məlikək olaram cəngəli dövran. Mənəm hafiz-i Qur'an, mənəm xəncəri bürrayan, mənəm əşki-i şirayan. Əmən namə cırıb can alaram, namə yazandayan. Uzun qolları məlayan, olub bayrağı Qur'an, olub bayrağı Qur'an. Mənəm Kərbəla, eşq və qurban. Mənəm Kərbəla, ələmdar-ı Hüseyin. Mənəm Kərbəla,
Mənəm Kərbəla Qəddi qamətdə qiyamətdi uca qaməti var diye Gözəl heybəti var diye Əcəb cürəti var diye Görüblər biləyindəyə Betər qüdrəti var diye Qaçanlar yıxılıb səs verəcək Zərbəti var diye Əbəl Fəzli Əlidir Əli qeyrəti var diye Əli qeyrəti var diye Mənəm Kərbəla İşq və qurban Mənəm Kərbəla Mənəm بنبي عربي ورسول مدني وأخيه أسد الله مسمى بعلي وبزهراء بتول وبعم ولدته وبسمتيه وشمليه هما نجل زكي وبسجاد وبالباقر والصادق حقا وبموسى وعلي وتقي ونقي وبذي الأسكر والهجة بالقائم بالحق الذي يضرب بالسيف بحكم نزلي منم Kərbəla Ələmdar Hüseyn Mənəm Kərbəla Əba Əbdillah Hüseyn qərib, qərib, qərib Əba Əbdillah Hüseyn qərib, qərib, qərib Hüseyn qərib, qərib, qərib Əba Əbdil Harda dayanmışsan ucadan Əba Əbdillah Hüseyn qərib, qərib, qərib Əba Əbdillah Hüseyn qərib, qərib, qərib Əba Əbdillah Əlvi qaldır göyə nə hacətin var ağadan istə Əba Əbdillah Hüseyn Əba Əbdillah Hüseyn Can ağam Hüseyn Əba Əbdillah Zahida bükmə məni Ayə yazılmış kəfənə Neyliyər ayə günah ilə bəzənmiş bədənə Başıma bağla Hüseyn qarəsini bəsti mənə Ümidim var şəbi qəbrimdə ağam dada gələr Oğlunun xatirinə Həzrəti Zəhrada gələr Əba Əbdillah Hüseyn qərib, qərib, qərib Əba Əba Əbdillah Hüseyn qərib, qərib, qərib Əba Əbdillah Hüseyn qərib, qərib, qərib Əba Əbdillah
Ey su üstə düşən qolu ham pərçəmi, ey su üstə düşən qolu ham pərçəmi, qan dolan gözləri ağladan aləmi. Ey su üstə düşən qolu ham pərçəmi, ey su üstə düşən qolu ham pərçəmi, qan dolan gözləri ağladan aləmi. Abbas, Abbas, yaralandı başın, qaldı yalqız bu Hüseyin qardaşın. Abbas, Abbas, yaralandı başın, qaldı yalqız. Bir de inşallah Abbas, Abbas, kaldı yalqız bu Hüseyin kardeşim. Ne elim var diyem koynuma sal kolum, ne elim var diyem koynuma sal kolum, ne suyum var diyem hamı gözlür yolum. Su yolunda düşüp hem sağın hem solun, su yolunda düşüp hem sağın hem solun. Niye gelmir sesin ey Hüseyin Mehremi? Abbas, Abbas, yaralandı başın, kaldı yalqız. Eşkıva kurban inşallah. Abbas, Abbas, Kerbela'da diyesin inşallah. Yalqız. Bir de inşallah Abbas, Abbas, kaldı yalqız. Aç gözün ya axa, koyma geryan olum. Aç gözün ya axa, koyma geryan olum. Yeri var qüssədən ben perişan olum. Deme şərməndiyəm sənə qurban olum. Deme şərməndiyəm sənə qurban olum. Göz yaşın ısladıb sahili əlqəmə. Abbas, Abbas, uca inşallah. Yalqız bu Hüseyin kardeşin. Abbas, Abbas, kaldı yalqız. Bir de inşallah Abbas, Abbas, kaldı yalqız. Şehriyarım sanağa, darine darim sanağa. Şehriyarım sanağa, darine darim sanağa. İftiharım sanağa, dildaşvarım sanağa. Yaralı, yaralı, can yaralı, 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 can yaralı. Şehriyarım sanağa, darine darim sanağa. Şehriyarım sanağa, darine darim sanağa. İftiharım sanağa, dildaşvarım sanağa. Yaralı, yaralı, can yaralı. Abdullah Hüseyin ta beruz Yaralı. kıyamet bir damı lanet.